YouTube səhifəmizin izləyiciləri, hər vaxtınız xeyir olsun, xoş gördüm hər kəsi. Bugün sizlərə Mərdəkanda 16 sot torpağın içində yerləşən bu 2 mərtəbəli 400 kvadratlıq evin təqdimatına gəldik. Ev sahibi deyir ki, şəxsi tikilidir. Mən betondan, filan marka armaturdan istifadə eləmişəm, amma mən hər zaman sizlərə məsləhət bilirəm ki, evlərinizi alanda tikintinin video və şəkillərini ən azından tələb eləyin. Sonra evdə danlanmayasınız. Başladıq, xeyirli olsun. Böyük həyətə baxmaq əziyyətli olsa da, mən deyərdim ki, bu böyük hovuz da buraya yaraşır. 12 metr uzunluğunda, 6 metr enində, 1,60 dərinliyində daşıma tipli hovuzu kifayət qədər, hətta deyərdim artıqlaması ilə bir yaşıllığı var. Yan tərəfində də besetkasını görürsünüz, 50 kvadratlıq besetkası. Evin arxasını da göstərmək istəyirəm sizlərə. Ay maşallah, maşallah, meyvə ağaçları qəşəngdir. Hələ hal-hazırda, belə deyim də, ağaçlar lüt deyirlər ona. Çiçəklənməyib, yarpaqları yoxdur. İnşallah siz bunu bir dənə də yaz vaxtı, bir dənə gözəlliyini görərsiniz. Allah sizlərə, bax, belə gözəl evlərdə nəsib eləsin yaşamağı. İnşallah bu ev sizə nəsib olar. Gəlib, bax, bu ağaçların meyvəsindən yersiniz. Burada bir maşınlıq qarajı, parkovkası çox genişdir, bayır tərəfi çox genişdir. İnşallah bunu gəlib öz gözlərinizlə görərsiniz. Qarajın altında 20 tonluq su anbarı, burada da yenə də meyvə ağaçları. Vallahi almağa dəyər bir evdir bu. Mən bəyəndim. Bəyəndinizsə like düyməsinə toxunun. Besetkasını və manqalını göstərim sizlərə. Arxa tərəfdə də sanitar qovşağıdır. Getdi evin daxili ilə də tanış eləyim. Gəldi evin daxili ilə sizlərə tanış eləyək. Gəlin indi buradan, zaldan başlayaq. Görürsünüz, ev yaşayışlı ev olsa da, daha doğrusu yaşayıblar cəmi bir 2-3 ay. Kamini belə hələ xodlamayıblar, bir dəfə olsun istifadə olunmayıb. Demək olar ki, yox, yepyeni bir evdir. Birinci mərtəbədə bir mətbəx, bir zal, bir yataq otağı, ikinci mərtəbədə 4 dənə yataq otağı var. Bax, gəl bura, bax. Televizorları qoymaq belə hələ qoymayıblar, görsən, heç asmayıblar üstünə. Burada da bir yataq otağı və yuxarıda da 4 dənə yataq otağı var. Gedək yollarda sizə bir-bir göstərim. Bu yaddan çıxmışdı, birinci mərtəbənin sanitar qovşağı. Gəl. Xoş gəlmişsiniz. İkinci mərtəbənin xolunu görürsünüz. 4 dənə yataq otağı var. Sadəcə olaraq bir yataq otağını ev sahibi qardıroba çevirir. Gəlin buradan başlayaq. Birinci yataq otağı 25 kvadrat metr və geniş bir 35 kvadratlıq eyvanı var. Orada da çıxıb axşamları oturub bir çay içə bilərsiniz. Bax, bu otağı görürsünüz. Eləyiblər tam dolab otağı. Burada sanitar qovşağı. İkinci mərtəbənin. Evdə ümumilikdə 2 dənə sanitar qovşağı var. Bir birinci mərtəbədə, bir ikinci mərtəbədə. Bir dənə də sanitar qovşağı besetkanın yanında həyət üçün nəzərə alınıb. Bu da ikinci yataq otağı və üçüncü yataq otağı. Gəlin indi burada sağollaşaq. Bu evin qiyməti like qoyanlar üçün gəlsin. Allah birincisi dualarımı eləyim. Allah hər birinizə bax belə gözəl evlərdə yaşamağa nəsib eləsin. Qiyməti 995 min manat start dedik bu evin qiymətini. Allah ruzunuzu bol, canınızı sağ eləsin. Görüşmək ümidilə, hələlik.